Lalə xanım, buradan U dönüşəcək. Biraz qaz ver, ora çataq, tormozlama. Çatdıra bilməyəcəksin. Siz gözləyərsən burada. Gözlə burada. Bax, görürsən sonunda ayrı sulaq var. Biz buradan G dönməmək eləyəcəyik. Ona U dönüş deyirlər. Maşının ortası, yəni sizin çiyniniz, o yerdəki bardör deyə, bördür deyə və ya ayrı zolaq. Onu keçəndə rolu axıra kimi döndürəcəksən sola. Bax, orada istənilən zola düşə bilərsiniz. Yəni, bax, bu hissədə hansı zola düşsə, orada qaytarmalısınız əlincə. Amma, bax, burada piyada keçid var. Piyada keçidin üzərindən geri dönmək qadağandır. Nə etmək lazımdır? Maşının burnu piyada keçidini keçəndən sonra rolu axıra kimi döndürərsən sola. Orada normalda piyada keçidini tam olaraq keçid dönmək lazımdır. Amma biz tam olaraq keçərkən arxamızdan gələn nəqliyyat vasitəsi elə bilirsən sola gedəcəksən, o da girirsən soluna. Sən dönərkən onu vura bilərsən. O təhlükə ilə qarşılaşmayırsan deyə maşının burnu piyada keçidini keçəndə rolu axıra kimi döndürsən sola. Çox qaz vermirsən, hissəsə qaz verəcəksən, risk tormoz vermirsən. Oldu? Yəni anidən tormozlama olmaz. Hazırlaş, gedirik. Qaz ver yavaş-yavaş, qaz ver, qaz ver. Ver qazı. İndi bax, gəl, döndür axıra kimi. Axıra kimi döndür, biraz da qaz ver, cüzi. Ay, sağ ol, gəldin, düşdün bura, qaytar əlini. Всё, bax, bu zolaqda qaldın. Gördün, hansı olursan, o zolaqda qalarsan. Əhsən. Öyrənəcəksiniz, hələ siz indi başlayırsınız, təcrübəniz azdır. İnşallah cəmiyyət üçün savadlı sürücülərdən biri olacaqsınız. Uğurlar olsun.